Asgard və Aslar. Buludlardan çox-çox yuxarıda, hətta ən iti insan gözünün görə bilmədiyi yüksəklikdə Allahlara məxsus Asgard adlı gözəl bir ölkə var. Nazik, lakin möhkəm bir firyos körpüsü. Adamlar ona göy qurşağı deyirlər. Asgardı yerlə birləşdirir. Ancaq onun üstü ilə göyə qalxmağa cürət edənləri fəlakət gözləyir. Bifrios boyu uzanan qırmızı zolaq heç bir zaman sönməyən əbədi alovdur. Allahlara qətiyyən zərər verməyən bu alov ona toxunmağa cəsarət göstərən hər kəsi yandırar. Asgardın ortasından İqdrazil adlı nəhəng görüş ağacının təpəsi ucalıb. İqdrazilin budaqları bütün dünyanın üzərində kətirlənib. Köşkləri isə üç ölkənin, Niflheimin, Jotunheimin və Midgardın dərin qatlarını işləyib. Həmin köşklərin altından gözəl çeşmələr fəvvarə vurur. Onlardan biri Gölgelmir, Niflheimdədir. Onun haqqında artıq eşitmisiniz. İkincisi Jotunheimdə axır. Bu müdriklik çeşməsidir. Nəhənglərin ən böyüyü, qəzəbli Mimir bu çeşməni göz bəbəyi kimi qoruyur və heç kəsi ondan içməyə qoymur. Buna görədir ki, müdriklik çeşməsinə həm də Mimir çeşməsi deyirlər. Üçüncü çeşmə Urd Midgarddadır. Bu çeşmə elə şəffaf və təmizdir ki, suyunda çimən hər kəs qar kimi ağappaq olur. Axşamlar bal şehi Urdun üstünü qəliz duman tək bürüyür. Bu şeh yerdəki çiçəklərin hamısına səpələnir, sonra da ağrılar onu yığıb bal düzəldirlər. Gələcəkdən xəbər verən falçılar Urd çeşməsinin yanında məskən salmışdılar. Onların bərbəzəkli sarayları burada idi və falçılar bu sarayda adamların doğulan günlərindən öldükləri günədək taleylərini xəbər verirdilər. İqdrazil ağacının təpəsi Lerad adlanır. Onun üstündə nəhəng bir qartal əyləşib. Budaqlarında isə dəcəldələr rotasyosk o yan bu yana tullanır. Leradın yaxınlığında, Asgardın ən uca yerində dünyanın hökmdarı və Allahların ən qocası olan Odinin taxtı qoyulub. O, bu taxtından baxanda Asgardda da, Midgardda da, hətta uzaq Jotunheimdə də baş verən hadisələri görür. Odin asların atası və onların ən müdrikidir. O, cavan vaxtlarında bir dəfə nəhəng Mimirin yanına gəlib onun çeşməsindən su içməyə icazə istəmişdi. Heç bir şey havaya verilmir. Bu su sən ağıl, deyə nəhəng cavab vermişdi. De görüm, bunun əvəzində səndən nə alacağam? Odin demişdi. Nə istəsən, heç bir şeyə heyfslənmərəm. Ona görə ki, ağıl hər şeydən qiymətlidir. Onda sağ gözünü mənə ver, deyə Mimir tələb etmişdi. Odin fikrə getmiş, sonra demişdi. Yaxşı Mimir, razıyam. Ağıllı bir gözlə, iki gözlə axmağın gördüyündən də çox şey görür. O zamandan Odinin bir gözü qalıb, sol gözü. Lakin o, bunun əvəzində müdriklik çeşməsindən su içib və indi onun üçün nə hazırda, nə keçmişdə, nə də gələcəkdə heç bir sir yoxdur. Dünya hökmdarının çiyinlərində iki qarğı əyləşib. Hugin və Mumin. Ayaqlarının yanında Geyr və Freyka adlı canavarlar uzanıb. Hugin və Mumin hər gün uçub yerin başına dolanırlar. Geyri və Freyki isə hər gecə yer üzünü başdan başa gəzib, gördükləri və eşitdiklərini gəlib sahiblərinə danışırlar. Odinin başında qanadlı qızıl dəbilqə var. Sağ əlində isə Qunqirin nizəsi tutub. Bu nizə heç vaxt hədəfin yanından keçmir və dəydiyi hər kəsi dərhal öldürür. Allahlar atasının atı səhtsiz ayaqlı boz ayğır Sleipnir. Nəinki yerdə, göydə də çapa bilir. Dünya hökmdarı bu ayğırla tez-tez yeri gəzir, yaxud insanların gözlərinə görünmədən onların döyüşlərində iştirak edir. Ləyaqətlilərə qələbə çalmaqda kömək göstərir. Odin piyada gəzməyi də xoşlayır. Yoxsul səyyah cildində, başında köhnə enli şilyapa, əynində də eyni ilə köhnə göy plaş dünyanı seyrə çıxır və vay o adamın halına ki, qonaqpərvərlik qanunlarını unudub Odini öz qapısından içəri qoymaya. Odinin sarayı Valqalla Asgardda ən böyük və ən yaraşıqlı saraydır. Burada düşmənə qarşı çarpışmalarda həlak olmuş igid döyüşçülərin yaşadığı 540 geniş salon var. Onlar burada nəhəng Seriminir qabanının ətini yeyirlər. Bu qabanı hər gün kəsib bişirirlər və ertəsi günü qaban yenə dirilib əvvəlki görkəmini alır. Döyüşçülər İqdrazil görüş ağacının təpəsində otlayan, budaqları və yarpaqları yeyən və Asgardın bütün sakinlərini doyuracaq qədər süd verən Geydrun keçisinin neçə illik bal kimi qəliz südünü içirlər. Yalnız asların ən qocası Odinin qidaya ehtiyacı yoxdur. O, heç vaxt yemir. Təhcə bal ya da braqa içməklə yaşayır. Odindən başqa Asgardda 12 Allah as var. Odinin böyük oğlu Şimşək Allahı Thor, kürən saqqallı, güclü pəhləvan haqlı olaraq onların ən birincisi sayılır. O, atası kimi müdrik olmasa da bütün dünyada qüvvətdə ona tay tapılmaz. Onun rəşadətlərini saya biləcək adam da dünyaya gəlməyib. Torpaq ilahəsi Yordun oğludur. O,
Taxıl əkib becərən kəndlərə hamilik edir və onların evlərini, tarlalarını Çinli nəhənglərdən, Grimtursenlərdən göz bəbəyi kimi qoruyur. Adamlar nahaq yerə demirlər ki, əgər Thor olmasaydı nəhənglər bütün dünyanı məhv edərdilər. Şimşək Allaha nataraz və ağırdır. Onun ağırlığına heç bir at davam gətirə bilməz. Buna görə də o, ya piyada gəzir, ya da Tangios və Tangrizner adlı iki kişiyə qoşulmuş, təkərlərinə dəmir vurulmuş arabasını minib göydə uçur. Onlar küləşdən də, hətta Odinin 8 ayaqlı ayğırından da iti qaçır. Öz sahiblərini dənizlərdən, meşələrdən və dağların üstündən keçirirlər. Thorun sehirli kəməri var. Bu kəmər onun gücünü 2 qat artırır. Əllərinə qalın dəmirdən tək barmaq əlcəklər taxıb. Nizə, qılınc yaxud oxçavan əvəzinə Mjolnir deyilən ağır dəmir kəşik gəzdirir ki, onun bircə zərbəsi ilə ən qalın və möhkəm qayaları dağıtmaq olur. Thor Asgardda nadir hallarda görünür. Şərqdə gecə-gündüz nəhənglərə qarşı vuruşur. Lakin aslara bir təhlükə üz verəndə onlar yalnız bircə dəfə Thorun adını çəkirlər və Şimşək Allaha dərhal köməyə gəlir. Thorun kiçik qardaşının, Odinin ilahı Frigdən olan oğlunun adı Baldırdır. O, elə gözəl və təmiz ürəklidir ki, ətrafa işıq saçır. Baldır bahar Allahıdır və asların ən xeyirhahıdır. O gələndə yer üzündə həyat oyanır. Hər şey işıqlanır və daha da gözəlləşir. Müharibə Allahıdır. Dünya hökmdarının oğludur. Odindən sonra asların üçüncüsü və onların arasında ən rəşadətlisidir. Onun yalnız sol qolu salamatdır. Sağ qolunun Allahları dəhşətli bir nəhəngdən. Bunun hansı nəhəngdən olduğunu sonra biləcəksiniz. Xilas edərkən itirmişdir. Lakin bu, tirən məharətli bir döyüşçü kimi vuruşlarda iştirak etməyə heç də mane olmur. Heimdall, ona müdrik asta deyirlər. Göy qurşağı körpüsünün sədaqətli qoruyucusudur. O, gecə də, gündüz də 100 millik məsafədən çöllərdə otların və qoyunlarda yunun necə bitdiyini eşidir. Müdrik as quşlardan da az yatır. Yuxusu da onlarınki kimi həssasdır. Dişləri xalis qızıldandır. Kəmərindən qızıl şeypur asılıb ki, onun səsi dünyanın bütün ölkələrində eşidilir. Bragi, şairlər və aşıqlar Allahıdır. Heç kəs onun kimi yaxşı şeir və mahnı qoşa bilmir və şair olmaq istəyən hər kəs ondan kömək xahiş etməlidir. God yaxud Çoras, Tyr, Heimdall və Bragi kimi Odinin oğludur. Böyük güc sahibidir. Ancaq heç vaxt Asgardı tərk etmir və öz sarayından nadir hallarda çıxır. Vidar adlı Allaha qaradinməz as deyirlər. Çox ağıllı və igid olmağına baxmayaraq danışmağı xoşlamır. Qaradinməz as, Odinin nəhəng Gripdən olan oğlu. Demək olar ki, Şimşək Allaha Thor kimi qüvvətlidir. Vali silaha hamıdan yaxşı yiyələnib və vuruşlarda Tyrin özündən də geri qalmır. Ancaq o pis məsləhətçidir və o qədər də ağıllı deyil. Thorun ögey oğlu Ul. Kamandan ox atmaqda böyük ustadır. Hədəf nə qədər uzaq və xırda olsa da, Ulun oxları ona dəyir. Ul xizəklə də hamıdan sürətli qaçır. Adamlar da bu ustalığı ondan öyrəniblər. Allah Niyodur as deyil. O, biraz sonra haqqında danışacağımız Van ruhları nəslə mənsubdur. Niyodur dəniz səfərlərinə hamilik edir və küləşlər, dənizlər onun hökmranlığına tabedir. O, asların hamısından varlıdır və bütün Vanlar kimi çox xeyirxahdır. Niyodurun oğlu Freyr yay Allahıdır. Gözəllikdə Baldırın özündən də seçilmir və o da atası kimi xeyirxahdır. Freyr adamlara bol məhsul göndərir. O, müharibələrə və çüşmələrə nifrət edir. Yer üzündə istər ayrı-ayrı adamlar və istərsə xalqlar arasında sülhü qoruyub saxlayır. Allahların axırıntısı od Allahı Loki. Nə asdır, nə də Van. O, nəhənglər nəslinin nümayəndəsidir. Lakin qeyri-adi ağla və hiləyə malik olduğu üçün aslar ona Asgardda yaşamağa çoxdan icazə veriblər. Loki hündür boylu, gözəl və cəsarətlidir. Ancaq çox qəddar və məkirlidir. Öz dəcəlliyi və şıltaqlığı ilə o tez-tez asları təhlükəyə salmış, sonra da onları öz fəndgirliyi və zirəkliyi ilə təhlükədən qurtarmışdır. O da Allahından həmişə pis hərəkətdə, yaxşı hərəkətdə gözləmək olar və buna görədir ki, heç kəs ona etibar edə bilmir. Asgardda yaşayan ilahələrə, qanun üzrə Odinin arvadı ilaha Frigg hökmranlıq edir. O da dünyanın hökmdarı kimi müdrikdir, amma heç vaxt bildiyini danışmır. Frigg də əlinin etdiyi kimi tez-tez yerə enir və paltarını dəyişib insanların arasında gəzir, onların dərdlərini və qayğılarını öyrənir. Niyodurun qızı və Freyr'in bacısı məhəbbət ilahisi Freyya. Ona Vanadis də deyirlər, çünki o Vanlar nəslinə mənsubdur. Friggdən sonra Asgardda birinci yeri tutur. Bütün dünyada nə Allahlar, nə də insanlar arasında gözəllikdə ona tay olmayıb və yoxdur. Ürəyi isə elə yumşaq və zərifdir ki, hər kəsin acabına acıyır. Freyyanın sehirli şahin lələyi var. Bu lələyi taxanda buludlardan yüksəkdə uçur. Bir də boynundan Brisingamen deyilən gözəl qızıl boyunbağı asıb.
Ağlayanda isə gözlərindən qızıl damcılar düşür. Braqinin arvadı incə və həlim İdun əbədi gənclik ilahəsidir. O təvazökar və sakitdir. Ancaq o olmasaydı asların heç biri sağ qalmazdı. İdunun zəmbili Allahlara verdiyi əbədi gənclik almaları ilə doludur. Bu zəmbil sehirlidir. Heç vaxt boşalmır. Ona görə ki, oradan götürülən hər bir almanın yerini dərhal təzəsi tutur. Eyr ilahəsi həkimlərin hamisidir. O, bütün xəstəlikləri və yaraları sağaldır. Torun anası Yord torpaq ilahəsi, arvadı Sif isə məhsul ilahəsidir. Sif gözəllikdə yalnız Freyaya çata bilmir. Lakin dünyada heç kəsin onun saçına oxşar saçı yoxdur. İlahə Lyofun insanlar arasındakı nikahlara xeyir-dua verir. İlahə Sin onların evlərini oğrulardan qoruyur. Lyofun isə çalışır ki, insanlar dinclik və dostluq şəraitində yaşasınlar. Həqiqət ilahəsi var, insanların antlarını dinləyir və yazır. Fulla, Saqa, Glin və Qna adlı ilahələr isə firqə xidmət edirlər və onun tapşırıqlarını yerinə yetirirlər. Allahlardan və ilahələrdən başqa Asgardda cəngavər qızlar, Valkirilər yaşayır. İlahə Freyya onların başçısıdır. Valkirilər gözə görünmədən hər bir döyüşdə iştirak edirlər və qələbəni Allahların layiq bildikləri tərəfə verirlər. Sonra həlak olmuş döyüşçüləri Valqallaya aparıb, orada onları yedirib içirirlər. Asgard belə qurulub və oranın sakinləri də belədir. İndi də asların hamısı ilə tanış olandan sonra onların gözəl işləri haqqında hekayələrimizə qulaq asın. Bilin ki, keçmişdə Allahların başına nə işlər gəlib və gələcəkdə, axirət günündə onlar nə kimi hadisələrlə üzləşəcək. Biz sizə qüdrətli Torun igidliyindən, Məşilli od Allahın əməllərindən və onun dəhşətli uşaqlarından hekayələr danışacaq.